Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Ağdamda iki qardaş bıçaqlanıb. Xəbər verilir ki, hadisə rayonun Baharlı qəsəbəsi ərazisində baş verir. Belə ki, əmyerlər arasında baş verən mübahisə zamanı adlarının bildirilmədiyi şəxslər qardaşlar bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir. Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsində avtomobildən yanğın baş verib. Xəbər verildi ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində Kia markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub deyə məlumatda qeyd edilib.